Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Kondisioneri zayıf soyutması ile alakadar video derslerimize devam edirik. Bu derslerin birini biz 3 fazalı kondisionerde fazaların birinin zayıf olması sebebinden kondisionerin zayıf soyutmasına həsr edirik. Qeyd etmək lazımdır ki 3 fazalı kondisionerlerde deyək ki 3 tane faza olur ve bu fazaların arasında gerginlik təxminən 380-400 volt olur. Eğer herhangi bir fazada gerginlik normadan aşağı olursa o zaman ne hadisesi baş verir? Qeyd etmək lazımdır ki kompresorun içerisinde 3 dolar vardır. Ve bu dolarların her birine eyni miqdarda, eyni gerginlik girməlidir. Yani her halükarda her 3 fazada 380-400 volt olmalı. Bəzən isə müəyyən səbəblərdən bu olmayabilir. Bu necə olur? Məsələn, deyək ki, sizin kondisioneriniz bax bu hissədə dayanır və burada demək 3 faza gedir və bu fazanın üzərinə həddindən artıq çoxlu qoşulmalar var. Məsələn, kiminsə evində 5-6 kondisioner var və bu L1 fazasına və ya L1 fazasına həddindən artıq çoxlu qoşulma var. Belə olduğu təqdirdə demək nötrlə bu fazanın arasında gərginlik ola bilsin ki 180 volta düşsün. Deməli bu 180 volt eyni zamanda sizin kondisionerinizə də gəlib çıxacaq. Əgər hətta sizin kondisionerinizdə demək faza ilə nötrün arasında her iki fazada 220 volt, bir fazada 180 volt olduğu təqdirdə məhz bu fazanın birləşdiyi dolaqda demək qırızma hadisəsi baş verəcək. Amma burada bir məsələyə diqqət yetirmək istəyirəm. Ümumiyyətlə hər hansı bir kondisionerin kompresorunun dolağının qızması nəyə gətirib çıxarır? Biz bilməliyik ki, biz bu kondisionerə müəyyən miqdarda elektrik enerjisini veririk ki, o enerjinin müqabilində müəyyən miqdarda soyuq və yaxud isti alaq. Əgər verdiyimiz enerji kondisionerin kompresorunun faydasız yerə qızmasına səbəb olursa, o zaman bizim verdiğimiz enerji havaya getmiş olur. Yəni boşluğa getmiş olur. Bəs belə olduğu təqdirdə bunun nə kimi həlli var? Qeyd etmək lazımdır ki, belə olduğu təqdirdə biz birbaşa Azərişığa, İşıq İdarəsinə müraciət etməliyik. İşıq İdarəsinə müraciət etdiyimizdən sonra onlar dərhal gəlib problemin nədən qaynaqlandığını araşdıracaqlar. Əgər həqiqətən də orada qoşulmalarda bir problem varsa, qoşulma normal salınacaqdır. Yox, əgər bu kabelin nazik olması ilə əlaqədardırsa, o zaman o kabel dəyişdiriləcəkdir. Yəni istənilən halda bu problemlərin həlli vardır. Qeyd etmək lazımdır ki, məsələn deyək ki 9 mərtəbəli bir evin şkafına 3 faza girir. Və bizim işıqçılarımız o 3 fazanı 3 ayrı yerə bölürlər. Yəni əgər 18 mənzil varsa 18 mənzilin 3 hissəyə bölüb və hər fazanın üzərinə 6 mənzil birləşdirilir. Belə olduğu təqdirdə də bütün mənzillərdə aşağı yuxarı gərginlik bir-birinə bərabər olur. Yalnız hər hansı bir fazada aşırı yüklənmə olduğu təqdirdə faz əyintisi ola bilər. Bu mövzu əlbəttə ki birbaşa kondisioner ustasına aid olmayan bir mövzudur. Bu birbaşa İşıq İdarəsini əlaqələndirən bir mövzudur. Amma yenə də biz usta olduğumuz təqdirdə bu kondisioner niyə belə zəif soyudur sorusuna biz cavab verməliyik. Bu səbəbdən də bunu bilməliyik. Bunun bilinməsi üçün biz müştərinin evinə gəldikdən sonra həmişə dediyimiz kimi ilk olaraq gərginliyi yoxlamaq məcburiyyətindəyik. Gərginlik yoxlanıldıqdan sonra artıq biz kondisionerin gərginliyinin zəif olduğu səbəbindən onun zəif soyutmasını deyəcəyik. Bir məsələyə də diqqət çəkmək lazımdır. Məsələ burasındadır ki, kondisionerin iç hissəsi, məsələn kanal tipli kondisionerdir və ya şkaf tipli kondisionerdir. Kondisionerin iç hissəsində ventilator, plata, elektron plata və başqa şeylər var.
Təsəvvür eləyin ki, dediğimiz bu faza məhz iç hissəyə də gedən fazadır. O zaman nə hadisəsi baş verəcək? O zaman bizim iç hissəyə gələn gərginlik normadan aşağı olduğuna görə iç hissədə ventilator həddindən artıq zəif fırlanacaq. Əgər siz multimetrdən istifadə edib gərginlik ölçməsəniz, onun səbəbini tapmaq əlbəttə ki, sizin çox çətin olacaq. Ona görə də biz bir daha deyirik, biz kondisioner problemlərinə, biz kondisionerlərin problemini axtaraq ki, ilk öncə gərginliyi yoxlamalı, bundan sonra başqa işlərimizi, başqa problemləri yoxlamalıyıq. Gərginlik normadadırsa, demək, başqa problemlər də inşallah rahatlıqla aradan qaldırdıqdan sonra kondisionerimiz düzgün işləyəcəkdir. Əgər gərginlik normada deyilsə, bu bir problemdir və bunun da bayaq dediyimiz kimi müəyyən orqanlara zəng edib onun aradan qaldırılması istəniləcəkdir. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi, bu kitabın PDF formatında kitabı əldə etmək istəyənlər bizə yazsınlar, biz də inşallah kitabı sizə göndərəcəyik. Eyni zamanda kanalımıza abone olun. Abone olarkən zınqrov işarəsini basın ki, yeni videolar çıxanda siz də bundan vaxtında xəbər tutasınız və bizdən yararlanasınız. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.